Arthur Schopenhauer. Eristik dialektika. Haqlı çıxma sənəti. Giriş. Eristik dialektika mübahisə sənətidir. Mütləq haqlı çıxmaq məqsədi ilə istifadə edilən mübahisə sənəti. Yəni, həm haqlı, həm də haqsız. Məsələn, insan müəyyən bir məsələdə obyektiv olaraq haqlı olduğu halda, baxanların gözündə və hətta bəzən öz gözündə də haqsız qəbul edilə bilər. Bu halda qarşımdakı rəqib mənim arqumentimi təkzib etdikdə, əslində bəlkə başqa sübutların da olmasını düşünsəm, müdafiə etdiyim arqument yenə təkzib edilmiş sayılır. Əlbəttə, bu halda rəqibim üçün də başqa məsələdən söhbət gedir. Obyektiv olaraq, haqsız olsa da haqlı çıxır. Yəni, bir tezisin obyektiv doğruluğu ilə rəqib və dinləyicilərin qiymətləndirilməsinə görə etibarlılığı iki ayrı şeydir. Dialektika bunlardan ikincisi ilə bağlıdır. Bu nədən irəli gəlir? İnsan irqinin pisliyindən. Belə olmasaydı, biz ucdan tutma dürüst olsaydıq, o zaman hər mübahisədə yalnız həqiqəti tapmağa çalışardıq. İlk dilə gətirdiyimiz mülahizələrimizə, hətta bunun müxalifimizin ideyası ilə üst-üstə düşməsinə qətiyyən fikir verməzdik. Bu heç bir əhəmiyyət kəsb etməzdi ya da ən azından tamamilə ikinci faktor sayılardı. Halbuki indi əsl problem odur. Dərrakə kontekstində xüsusilə həssas olan anadan gəlmə təkəbbür ilk irəli sürdüyümüz fikrin yanlış, rəqibin fikrinin isə doğru çıxmasını istəmir. Elə isə hər bir rəqib doğru rəy vermək üçün səy göstərməlidir. Yəni, öncə düşünüb sonra danışması lazımdır. Lakin anadan gəlmə lovğalığa görə çox vaxt bunu boşboğazlıq və anadan gəlmə fırıldaqçılıq müşayiət edir. Bu insanlar düşünmədən danışır və əgər tezislərinin yanlış olduğunu, haqsız olduqlarını görsələr, vəziyyət bunun tam əksi kimi görünsün istəyirlər. Həqiqətə olan marağın doğru olduğunu ifadə edən arqument yaradıldıqda, çox vaxt yeganə təkanverici qüvvə hesab edilir. Buna baxmayaraq, indi yerini kibrə olan marağa verib. Doğrunun səhv və səhvin də doğru kimi görünməsi lazımdır. Artıq bizə də yanlış görünən arqument üzərində bu fırıldaqçılığın, israrın belə bir bəhanəsi var. Başlanğıcda arqumentimizin doğruluğuna tamamilə əminik. Ancaq görünür, qarşı tərəfin arqumentləri hal-hazırda düşünülür. Əslində arqumentimizdən dərhal imtina etsək çox güman ki, sonradan haqlı olduğumuzu anlamağımız mümkündür. Sübutumuz səhv olsa da ideyamız üçün uyğun bir arqument idi. Sadəcə olaraq ideyanı xilas edəcək arqument hələ ağlımıza gəlməmişdi. Bu səbəbdən bizdə belə bir düstur yaranır. Əks arqument doğru və inandırıcı görünəndə belə onunla mübarizə aparmalı, sadəcə doğruymuş kimi göründüyünə və mübahisə vaxtı ağlımıza onu təkzib edəcək ya da öz iddiamızı başqa bir şəkildə təsdiqləyəcək bir arqument gələcəyinə inanaraq mübarizəni davam etdirməliyik. Beləliklə, mübahisədə fırıldaqçılığa qismən məcbur qalırıq. Ən azından əvvəlcədən belə başlayıb ora doğru getməyimiz asan olar. Bu prosesdə dərrakəmizin zəifliyi və istəyimizin azğınlığı bir-birini qarşılıqlı olaraq dəstəkləyir. Bundan belə bir nəticə çıxır. Mübahisə edən şəxs ümumiyyətlə doğru üçün deyil, yalnız öz arqument üçün mübarizə aparır, vətən və ocaq üçün kimi hərəkət edir. Göstərmiş olduğumuz kimi başqa bir şey də bilməz. Adətən, hamı ona səhv və ya şübhəli göründükdə fikirlərini əsas müddəalarla qəbul etdirmək istəyir. Bunun üçün hamıya lazım olan vasitələri elə öz hiyləgərliyi və pisliyi bir miqdar verir. Müzakirələr zamanı əldə olunan gündəlik təcrübə bunları bizə öyrədir. Hamının öz təbii məntiqi olduğu kimi, öz təbii dialektikası da var. Amma bu təbii dialektika heç də təbii məntiq kimi etibarlı deyil. Kimsə asanlıqla məntiq qaydalarına qarşı bir fikir irəli sürə və ya nəticə çıxara bilməz. Yanlış fikirlər çoxdur, yanlış qənaətlər isə nadir halda görünür. Yəni, bir insanda təbii məntiqin yetərsizliyinə elə də rast gəlinmir, lakin təbii dialektikanın çatışmazlığı elə deyil. Bu, bərabər paylanmamış təbii istedaddır. Eyni ilə bərabər paylanmış ağlın əksinə bir tərəfli paylanmış mühakimə qabiliyyəti kimi.
Çünki əslində haqlı olduğu bir məsələdə insanın sadəcə səthi arqumentlərlə başının qarışması və ya təksib edildiyinin qəbul edilməsi, ya da bunun tam tərsi, mütəmadi olaraq baş verən şeylərdir. Və mübahisədən qalib çıxan adam çox vaxt bunun arqumentini yaradarkən mühakimə qabiliyyətinin düzgün işləməsinə deyil, o arqumenti hiyləgərlik və çevikliklə müdafiə etmiş olmasına borcludur. Əvvəlcədən mövcud olan şey hər vəziyyətdə olduğu kimi burada da ən yaxşısıdır. Ancaq məşq etməyin və rəqibə hücum etməyə yarayan ya da onun hücum etmək üçün ən çox istifadə etdiyi taktikalar üzərində düşünməyin də bu sənətdə ustalaşmağa çox böyük köməyi var. Yəni, hər nə qədər məntiqin həqiqətən praktik istifadəsi olmasa da, dialektikanın istifadəsi ola bilər. Mənə elə gəlir ki, Aristotel öz əsl məntiqini, analitik məntiqini əsasən dialektikaya əsas və hazırlıq olması üçün yaratmışdı və əsl məsələsi dialektika idi. Məntiq mülahizələrin sadə qaydaları ilə məşğul olur. Dialektika isə onların nədən ibarət olduğu və ya mündəricatı ilə, yəni məzmunu ilə məşğul olur. Buna görə də surətin, yəni ümumi olanın məzmundan, xüsusi olandan əvvəl nəzərə alınması lazım idi. Aristotel dialektikanın məqsədini mənim burada tətbiq etdiyim dərəcədə qəti şəkildə müəyyən etməyib. Əsas məqsəd olaraq mübahisəni göstərməyinə baxmayaraq, həqiqətin axtarılmasının da vacib olduğunu qeyd edib. Daha sonra belə deyir. Arqumentlər fəlsəfi olaraq həqiqətə görə, dialektik olaraq isə görünüş və ya tərifə, başqalarının dəyərlərinə görə təhlil olunur. Bir arqumentin obyektiv doğruluğunun onun etibarlı olmasından və ya təsdiqindən müstəqil olduğunu və ayrı tutulmağının zəruriliyini dərk edir. Bunları dialektikanın sadəcə ikinci ilə bağlı olduğunu müəyyən edir, ancaq bəhs edəcək dərəcədə ayırd etmir. Bu səbəbdən ikinciyə qarşı gətirdiyi qaydaların arasına birincilərin əsas məqamlarını da əlavə edib. Buna görə də mənə elə gəlir ki, girişdiyi işi tam və dəqiq olaraq bitirməyib. Aristotel dialektika qurmaq işini Topikisdə özünəməxsus elmi ruhu ilə son dərəcə metodik və sistematik olaraq dəyərləndirib. Bu heyran edicidir, amma buradakı açıq praktik olan məqsədə tam çatmamışdır. Aristotel analitiksdə anlayışlara, rəylərə və nəticələrə saf forma baxımından nəzər yetirdikdən sonra məzmuna yönəlir. Bundan sonrası təkcə mövhumlarla bağlıdır. Çünki əsl mahiyyət mövhumlardadır. Mülahizələr və nəticələr öz başlarına yalnız formadan ibarətdir. Onların məzmunu mövhumlardır. Aristotel belə bir yol seçir. Hər mübahisənin bir tezisi ya da bir problemi və bunu həll etməli olan mülahizələri var. Burada söhbət daim anlayışlar arasındakı əlaqədir. Bu əlaqələr ilk növbədə 4 dənədir. Definitum mənası, genus cinsi, proprium fərqləndirici xüsusiyyəti necəliyi, aksidens hər hansı bir keyfiyyəti. Hər müzakirənin problemi bu əlaqələrdən birinə bağlanır. Bütün dialektikanın əsası bax budur. Aristotel Topikanın 8 kitabında bu qavramların həmin 4 tərəfdən bir-birləri ilə qarşılıqlı qura biləcəkləri əlaqələri göstərir və mümkün ola biləcək hər əlaqənin qanunlarını təyin edir. Yəni, hər hansı bir mövhum başqa bir mövhumun mənası, cinsi, xüsusiyyəti və keyfiyyəti ola bilməyi üçün onunla hansı əlaqəyə girməli olduğunu açıqlayır. Bu kimi tənzimatda asanca baş verə bilən səhvlərin səbəb olduğu belə bir əlaqə qurmaq istəyən birinin hər dəfə nələrə diqqət etməsi lazım olduğu və başqası belə bir şey edəndə o quruluşu dağıtmaq üçün nələr edə biləcəyini təyin edir. Aristotel bu cür hər qanunun yaxud sinif məfhumların aralarındakı ümumi əlaqənin quruluşunu yer, yəni lokus olaraq adlandırmış və belə 382 ədəd lokus təyin etmişdir. Topika adı da buradan gəlir, yəni topos saf kontekstual deyil. Müəyyən bir əşya, mövhuma aid olmur.
amma hər vaxt bütün olaraq mövhum siniflərinin bir əlaqəsinə aid olur və bu əlaqə də hər mübahisədə olduğu kimi həmin bəhs edilən 4 yöndən istifadə olunaraq saysız hesabsız mövhum arasında mövcud ola bilər. Bu 4 əlaqə formasının özünün də alt sinifləri mövcuddur. Burada qiymətləndirməni elmi hesab etmək mümkün olsa da, bu məntiqdə olduğu kimi saf formada deyil. Çünki qiymətləndirmə mövhumların konteksi ilə əlaqəlidir. Lakin bunu düstur ilə edir. A mövhumunun konteksti B mövhumununki ilə elə bir əlaqədə olmalıdır ki, biri digərinin cinsi, keyfiyyəti, xüsusiyyəti yaxud mənası olsun. Ziddiyyət, səbəb və təsir və ya bir xüsusiyyətin mövcudluğu ya da çatışmazlığı və s. Hər mübahisə bu əlaqə barədədir. Aristotelin topoi olaraq bu münasibətlərə görə verdiyi qaydaların çoxu onsuz da anlayış münasibətlərinin təbiətində olan şeylərdir. Hamı avtomatik olaraq bunları bilir və rəqibin bunlara riayət etməsi üçün avtomatik israr edir. Eyni ilə məntiqdə olduğu kimi. Hətta bu vəziyyətdə qaydalara tabe olmaq ya da riayət edilmədiyini görmək, toposdakı mücərrəd qaydalara nəzarət etməkdən daha da asandır. Buna görə də bu dialektikanın praktikada istifadə sahəsi elə də böyük deyil. Hətta demək olar ki, sadəcə öz-özünə dərk edilən və sağlam ağlın avtomatik başa düşəcəyi şeyləri deyir. Nümunələr. Əgər hər hansı bir əşyanın cinsindən bəhs edilirsə, ona bu cinsin bir növü də uyğun gəlmək məcburiyyətindədir. Əgər belə deyilsə, arqument səhvdir. Məsələn, ruhun hərəkət etdiyi iddia edilirsə, uçuş, yeriş, böyümə, kiçilmə və s. kimi müəyyən bir hərəkət ona məxsus olmalıdır. Yoxsa ruh hərəkətsizdir. Yəni, növü olmayan bir şeyin cinsi də yoxdur. Bu, toposdur. Həmin topos tezislər iləri sürməyə və təkzib etməyə faydalıdır. 9-cu toposdur və əksi də uyğundur. Əgər bir şeyin cinsi yoxdursa, növü də yoxdur. Məsələn, kiminsə bir başqasının arxasınca pis şeylər danışdığı iddia edilir. Onun heç danışmadığını sübut etsək, belə bir şey demədiyini də sübut etmiş olarıq. Çünki cinsin olmadığı yerdə növ də ola bilməz. Xüsusiyyət, yəni proprium məsələsində 215-ci lokusda belə deyilir. Əvvəlcə etibarsızlaşdırma haqda. Əgər rəqib ancaq mənəvi yöndən hiss edə biləcəyimiz bir xüsusiyyəti qeyd edibsə, bu zəif bir qeyddir. Çünki ancaq hiss etməklə varlığı bilinən şeyləri hiss etməsə, onun mövcudluğu sual altına düşür. Məsələn, rəqibimiz günəşin xüsusiyyətini onun dünyanın üzərindən keçən ən parlaq ulduz olması ilə təyin etsə, bu hiylə uğursuz olar. Çünki günəş batdıqda artıq hissiyatımız xaricində olduğu üçün dünyanın üzərindən keçib-keçmədiyini bilmərik. İkincisi, bir iddia irəli sürmək haqda. Xüsusiyyətin düzgün bir tərzdə göstərilməsi üçün ya hiss olunmayan bir şey, ya da hiss olunan amma labüd bir faktdan danışmaq lazımdır. Məsələn, bir yerin xüsusiyyəti olaraq rəngi göstərilibsə, bu hisslə bilinən bir xüsusiyyətdir, amma labüddür. Daim göz önündədir. Aristotelin dialektika anlayışını göstərmək üçün bu qədər bəsdir. Ancaq qənaətbəxş olmadığı üçün daha bir başqa mənbədən istifadə etməyə cəhd etdim. Siseron öz topika əsərini Aristotelin kitabını yaddaşında qaldığı kimi təqlid edərək ərsəyə gətirmişdir. Mətn çox səthi və zəifdir. Siseron bir topusun nə mənaya gəldiyini, məqsədinin nə olduğunu qavramayıb və X öz ixtirası növlü anlaşılmayan şeyləri bir yığın hüquqa dair nümunə ilə doldurub. Bu onun ən pis yazılarından biridir. Dialektikanı saf hali ilə anlamaq üçün obyektiv həqiqətlə maraqlanmadan, onu yalnız haqlı çıxma sənəti olaraq dəyərləndirməliyik. Əlbəttə ki, onsuz da doğru deyiriksə, haqlı çıxmağımız daha asan olacaq. Amma əlahiddə dialektikanın əsas vəzifəsi hər cür təcavüzə, xüsusilə dürüst olmayan hücumlara qarşı insanın özünü necə müdafiə edəcəyini və eyni şəkildə başqasının iddialarına onunla ziddiyyətə düşmədən və dediyi iddialar təkzib edilmədən necə hücum edəcəyini göstərməkdir.
Obyektiv həqiqəti tapma işini öz arqumentlərini qəbul etdirmə sənətindən ayırmaq olmaz. Bunlardan birincisi çox fərqli bir fəaliyyətdir. Praqmatika. Bu mühakimə bacarığının, düşüncə bacarığının və təcrübəsinin işidir və buna aid bir sənət növü yoxdur. Digəri isə dialektikanın məqsədindən ibarətdir. Dialektika görünüşün məntiqi olaraq göstərilir. Səhvdir. Elə olsa təkcə yanlış mülahizələrin müdafiəsində istifadə oluna bilərdi. Halbuki insan haqlı olanda da fikrini müdafiə etmək üçün dialektikaya ehtiyac duyur. Hiyləli yolları tanımalıdır ki, onlara cavab da versin. Həmçinin rəqibi eyni silahlarla vurmaq üçün bunlara tez-tez özü də müraciət edə bilər. Yəni, dialektik baxımdan obyektiv həqiqəti bir qırağa qoymaq və ya təsadüf saymaq məcburiyyətindəyik. Etməli olduğumuz tək şey öz iddiamızı necə müdafiə edəcəyimizi və rəqibin fikirlərini necə təkzib edəcəyimizi tapmaqdır. Bu barədə olan qaydaları mübahisədə tətbiq edərkən obyektivliyi ümumiyyətlə nəzərə almamalıyıq. Çünki çox zaman obyektiv həqiqət bilinmir. Əksər hallarda hər iki tərəf də bir-birinin düşüncəsini mənimsəyərək evinə qayıdır. Əsasən, haqlı yoxsa haqsız olduğumuzu özümüz də bilmirik. Tez-tez buna inanır və aldanırıq. İki tərəf də buna inanır, çünki Demokritdən gətirilmiş sitat, həqiqət dərindədir. Mübahisəyə başlayarkən bir qayda olaraq hamı öz dediyinin doğru olduğuna inanır. Mübahisə gedərkən iki tərəf də şübhəlidir. Ancaq mübahisənin sonunda həqiqətin aşkarlanması gözlənilir. Lakin dialektika bununla məşğul olmur. Bir qılınc ustası döyüşərkən dueldəki hadisədə kimin haqlı olduğu ilə maraqlanmır. Diqqət etdiyi yeganə şey doğru həmlələr edərkən eyni anda rəqibinin hücumunu soruşturmaqdır. Dialektikada eyni ilə belədir. Mənəvi bir dueldir. Və yalnız saf olaraq dərk olunarsa, özünə məxsus bir intizam yarada bilər. Bu baxımdan saf obyektiv həqiqəti məqsəd olaraq görsək, sadə məntiqə geri dönməli oluruq. Başqa yöndən baxanda məqsədimiz yanlış mülahizələr təklif etmək olsaydı, əlimizdə quru sofistikadan başqa nəsə də olmazdı. Və hər iki halda da obyektiv həqiqəti və səhvi əvvəlcədən bildiyimiz qəbul olunur. Halbuki bu çox nadir olan bir şeydir. Elə isə dialektikanın nəzərdə tutduğu həqiqət dediyimiz kimidir. Dialektika mənəvi duel sənətidir və mübahisədə qalib gəlməyə kömək olur. Əslində buna eristika demək daha uyğun olar. Bədrəftarlıq. Ən düzgün adı eristik dialektika olmalıdır. Dialektika, eristika. Son vaxtlar göz ardına vurulsa da əslində insana çox kömək edir. Bu mənada dialektika mübahisə zamanı haqlı olmasalar belə, vəziyyətdən çıxmaq istəyənlərin təbiətdən aldıqları və peşəkarcasına gördükləri bu işin sistem və normaya uyğunlaşdırılaraq yekunlaşdırılması və təqdimatıdır. Beləliklə, dialektika elmini tətbiq edərkən obyektiv həqiqət və onun aşkar olunması tamamilə məqsəddən kənar olardı. Çünki orijinal və təbii dialektikada belə bir şey lazımsızdır. Yeganə hədəf haqlı çıxmaqdır. Bizim nəzərdə tutduğumuz mənada elmi dialektikanın əsas vəzifəsi mübahisədə də istifadə edilən hiylələri bir-bir izah və təhlil etməkdir. Beləliklə bunları əsl mübahisələrdə dərhal tanıyıb təkzib edə bilərik. Məhz elə buna görə də dialektika obyektivliyi yox, mübahisədə qələbəni hədəf olaraq təyin etməlidir. Bu haqda geniş bir araşdırma aparsam da bildiyim qədərilə bu barədə hər hansı ciddi bir iş görülməyib. Belə çıxır ki, işlənilməmiş bir sahə ilə üz-üzə dayanmışıq. Məqsədimizə çatmaq üçün təcrübədən istifadə etməliyik. Ətrafımızda tez-tez baş verən mübahisələrdə tərəflərin bir-birinə qarşı işlətdiyi bu hiylələri necə istifadə edildiyini müşahidə edərək fərqli formalarda təkrarlanan hiylələrin ümumi quruluşlarını təhlil etməliyik. Beləliklə, həm özümüz istifadə etmək, həm də bizə qarşı istifadə ediləndə bunu təkzib edə bilmək üçün ümumi bəzi hiylələri ortaya qoya bilərik. Aşağıdakı açıqlamalar bunun bir ilk təcrübəsi kimi başa düşülməlidir.
Əlavələr. Əlavə 1. Məntiq və dialektika antik dövrlərdə eyni mənalı olan sözlər idi. Halbuki logizistayı, yəni üzərində düşünmək, hesaplamaq ilə dialegastayı, yəni söhbət etmək fərqli şeylərdir. Dialektik traktat, dialektik insan terminini ilk dəfə Platon istifadə edib. Diogen Laertiyə görə Fedrus, Sofist, Respublika və digər kitablarında. Bununla ağlın daim istifadəsini və bu istifadədə təcrübəli olmağı nəzərdə tuturdu. Aristotel də dialektika anlayışına eyni məna verib. Lakin bundan əvvəl Lavrenti Valla əsasən məntiq sözünü bu mənada istifadə etmişdir. Həqiqətən də məntiqi çətinliklər, sözlərin ustalıqla ifadəsi, məntiqi təkliflər, məntiqi aporiya, nəticəsizlik, cavabsızlıq anlayışları ilə qarşılaşırıq. Deməli, dialektika sözü məntiq sözündən daha qədimdir. Siseron və Quintilian da bu sözləri ilkin mənalarında istifadə ediblər. Siseron Lucullo'da belə deyir. Dialektika bir növ səhv və doğru arasında qərar verən olaraq kəşf olunub. Topikanın ikinci hissəsində isə belə yazır. Stoaçılar mühakimə üsullarına diqqətlə riayət edir. Bunun üçün dialektika adlandırdıqları elmdən yararlanardılar. Quintilian isə belə deyib. Dialektikanın yaxud bizə görə qərar vermə sənətinin bu hissəsi. Görünür, Quintilian qərar vermə sənəti anlayışını dialektika sözünün latınca tərcüməsi sayırdı. Məntiq və dialektika sözlərinin belə eyni mənalı sayılması orta əsrlərdə də davam edib, bizə qədər gəlib çatıb. Amma Kant dialektika anlayışını sofistik mübahisə sənətindən daha mənfi mənada istifadə etmiş və bu səbəblə məntiq sözünü seçmişdir. Yenə də lap əvvəldən bəri eyni şeyi ifadə edən bu iki anlayış son illərdə yenidən eyni mənalı olaraq istifadə edilməkdədir. Əlavə 2. Dialektika və məntiq terminləri eyni mənalı istifadə edildiyindən bunları istədiyim kimi ayırd edə bilmirəm. Mənə qalsa məntiqə düşünməyin qanunları, yəni ağlın işləmə tərzi olaraq, dialektikaya isə mübahisə sənəti olaraq tərif verərdim. Belə olan halda aydın görünür ki, məntiqin mövzusu düşüncənin təcrübi biliklərdən istifadə etmədən təyin edilə bilən saf a priorik qanunlarıdır. Ağlın narahat edilmədən, ağıllı insanın tək oturub düşünməyi kimi heç bir yanlışlığa düşmədən işləyişidir. Buna cavab olaraq dialektika ağıl sahibi iki varlığın olduğu məkanı nəzərə alır. Bunlar bərabər düşünür, ona görə də əqrəbləri olan eyni 2 saat kimi ahəngli iş görməyəndə dərhal bir mübahisə, yəni mənəvi bir mübarizə başlayır. Saf ağıl olaraq bu iki fərd tamamilə bir harmoniya içində olmaq məcburiyyətindədir. Aralarındakı uyğunsuzluqlar fərdiyyətin orijinal bir xüsusiyyəti olan fərqdən qaynaqlanır və empirik məsələdir. Buna görə də düşünməyin, yəni saf ağlın fəaliyyətinin elmi olan məntiq saf olaraq qurula bilər. Dialektika isə sadəcə a posterior olaraq, əsasən həm birlikdə düşünən, iki rasional fərdin fərqlilikləri səbəbilə a prior düşüncənin məruz qaldığı narahatlıq və çatışmazlıqlara dair təcrübi məlumatdan, həm də bu insanların hər birinin öz fikrini saf və obyektiv fikir kimi qəbul etdirmək üçün bir-birinə qarşı istifadə etdikləri vasitələrə istinad edilərək qurula bilər. Çünki insanın təbiəti belədir. Birlikdə düşünərkən, söhbət edərkən, əgər A eyni mövzuda B-nin özündən fərqli düşündüyünü görsə, əvvəlcə öz düşüncəsini nəzərdən keçirib səhv axtarmaq yerinə başqasının düşüncəsində səhv axtarar. Yəni, insan təbiəti etibarilə mən deyən də düşüncəsindədir. Onun bu xüsusiyyətindən yaranan nəticələri öyrədən təlimə mən də dialektika demək istərdim. Lakin eristik dialektika deyəcəm. Eristik dialektika
insanın təbiətində yatan dogmatikliyin iş prinsipini öyrənib açıqlayır. Bütün dialektikanın əsasları. Əvvəlcə hər bir mübahisənin əsasını ələ alacaq və mübahisədə əslində nə olduğuna baxacağıq. Hesab edək ki, rəqibimiz bir tezis irəli sürdü ya da biz təklif etdik. Bunun fərqi yoxdur. Bunu təkzib etmək üçün iki tərz və iki yol mövcuddur. Tərzlər. A. Ad rem. Mövzuya yönəlmiş. B. Ad hominem. İnsana yönəlmiş ya da ekskansisiz qəbul edilmiş olana görə. Yəni, təklif olunan arqumentin və ya əşyanın təbiəti ilə, mütləq obyektiv faktla ya da rəqibin başqa iddiaları ilə və ya təsdiqlədiyi digər şeylərlə uyğunlaşmadığını göstərməliyik. Bu sonuncu tərz sadəcə nəticəyə bağlı bir şeydir və mövzuya aid olan obyektivliyə dəxli yoxdur. Yollar A. Birbaşa təkzib etmə, B. Dolayı təkzib etmə. Birbaşa təkzib etmə tezisin səbəblərinə, dolaylı təkzib etmə isə onun nəticələrinə hücum edir. Birincisi tezisin doğru olmadığını, ikincisi isə doğru ola bilməyəcəyini göstərir. Birbaşa təkzib etmə iki cür ola bilər. Ya rəqibin arqumentinin əsaslandığı səbəblərin yanlış olduğunu göstəririk, ya da səbəbləri qəbul edərək bu səbəblərdən həmin arqumentin çıxmayacağını göstəririk. Dolaylı təkzib etmədə isə ya sapmaya ya da nümunəyə müraciət olunur. Sapma, rəqibin arqumentini doğru qəbul edirik, sonra bunu doğru qəbul edilən başqa bir arqumentlə yanaşı bir nəticənin şərti olaraq istifadə edilməsində hansı nəticənin çıxacağını göstəririk. Əlimizdə açıqca səhv olan bir mühakimə olacaq və ya əşyanın təbiəti ilə ya da rəqibin başqa iddiaları ilə səhv düşəcək. Yəni, bu mühakimə ad rem ya da ad hominem olaraq səhvdir. Deməli, rəqibin tezisi olan arqument də səhvdir. Çünki hər nə qədər səhv şərtlərdən daim səhv arqumentlər çıxmasa da, doğru şərtlərdən ancaq doğru arqumentlər çıxır. Nümunə, ümumi arqumentin yaradılarkən mövcud olan xüsusi şərtlərə istinad edilərək təkzib edilməsi. Bu şərtlər əslində ümumi arqumenta uyğun gəlmədiyindən arqumentdə səhv hesab edilir. Hər bir mübahisənin çərçivəsi, quruluşu məhz belədir. Yəni, artıq mübahisələr haqqında əsas məlumata sahibik. Əsasən bu cür mübahisədə bu məsələyə qayıdaraq həmin səviyyəyə endiriləcək. Bütün bunlar real ya da sadəcə vizual ola bilər. Həqiqi və ya saxta arqumentlər irəli sürülərək baş verə bilər. Məsələnin əslini bilmək asan olmadığından mübahisələr də uzanıb çətinləşə bilər. Eyni şəkildə biz də fikrimizi bildirərkən həqiqəti və görünüşü ayırd edə bilmirik. Çünki bundan onsuz da onların özləri də əvvəlcədən əmin deyil. Bu səbəbdən hilələri haqlı və ya haqsız olduğumuzu nəzərə almadan açıqlayacağım. Çünki bundan özümüz də əmin ola bilmərik. Təkcə mübahisə yolu ilə ortaya çıxa bilər. Eyni zamanda ümumiyyətlə hər bir mübahisədə ya da argumentasiyada hər hansı bir mövzu haqqında həmfikir olmalıyıq ki, bunu əsas kimi götürüb müzakirə edilən mövzu ilə əlaqədar mühakimə irəli sürə bilək. Prinsipləri inkar edən biri ilə mübahisə etmək olmaz. Hiylə 1. Genişlətmə. Rəqibin iddiasına təbii sərhədləri daxilini itələmək, bunları bacardıqca ümumiləşdirmək, bacardıqca geniş mənada rəy vermək və qabartmaq. Həm də öz arqumentimizin mənasını mümkün qədər sərhədləndirmək. Çünki bir iddia nə qədər ümumidirsə ona hücum etmək o qədər asandır. Bu hiləyə qarşı çarə nöqtələrin əsas fikri ya da mübahisə mövzusunun dəqiq və doğru olaraq əvvəlcədən təyin olunmasıdır. Nümunə 1. Mən bunu dedim. İngilislər ilk dramaturq xalqdır. Rəqibim isə nümunə verməyi yoxlayaraq cavabladı. Onların musiqidə və dolayısıyla operada nəsə edə bilmədiyi məlum məsələdir.
Mən musiqinin dramatik sənət sayılmadığını, dramın sadəcə tragediya və komediyadan ibarət olduğunu xatırladaraq hücumu dəf etdim. Bunu o da yaxşı bildiyi üçün arqumentimi ümumiləşdirməyə və bütün teatr tamaşaları dolayı yolla opera ilə və beləcə musiqi ilə əlaqələndirməyə çalışdı və bu sayədə məni məğlub etmək istədi. Arqumentimizi qorumaq üçün bunun tərsini etməliyik. Əgər ilk ifadə tərzimiz buna uyğundursa, bacardıqca daha dar mənalı hala çevirməliyik. Nümunə 2. A şəxsi 1814-cü il sülhü bütün Alman Hansa şəhərlərinə müstəqilliklərini geri verdi. B şəxsi bu instantia contrariuma nümunə gətirir. Gdansk, Bonapartın verdiyi azadlığı məlum sülh müqaviləsi ilə itirdi. A şəxsi isə özünü belə müdafiə edir. Mən bütün Alman Hansa şəhərlərindən danışdım. Gdansk, Polşadakı bir Hansa şəhəridir. Bu hiləni Aristotel 8-ci mövzu 12 və 11-ci maddədə izah etmişdir. Nümunə 3. Lamarck, Filosofi Zoolojik adlı əsərində poliplərin hisslərdən tamamilə uzaq olduqlarını, çünki sinirləri olmadığını deyir. Amma hissiyatlarının olması dəqiqdir, çünki işığa doğru hərəkət edirlər və ovlarını tuturlar. Buna görə də poliplərdə sinir kütləsinin bir növ bədənin içində əriyərək bədənin hər yerinə yayıldığını düşünürük. Çünki poliplərin hissiyatları olduğu halda hiss orqanları yoxdur. Bu düşüncə Lamarckın düşüncəsini alt-üst edəndə Lamarck dialektik arqumentlə bunu dedi. Elə olsa, polipin bədəninin bütün hissələrində hər növ hissiyata sahib olmağı lazım olardı. Hətta hərəkət, iradə və düşünmə bacarığı da olardı. Bu isə bir polip vücudunun hər nöqtəsində mükəmməl bir heyvanın bütün orqanlarına sahib olduğu mənasına gələ bilər. Hər nöqtə görə bilər, qoxunu duya bilər, dad ala bilər, eşidə bilər və hətta düşünə bilər. Ehkam və nəticə çıxara bilərdi. Bədəninin hər hissəsi mükəmməl bir heyvan olardı və polip insandan daha üstün bir yerdə dayanardı. Çünki insanın sadəcə bütün halında sahib olduğu bu bacarıqlara bir polipin təkcə bir hissəsi sahib olardı. Üstəlik poliplər haqqındakı bu iddiaları bütün canlı varlıqların ən az inkişaf etmişi olan monadlara və nəhayət yenə canlı varlıqlar olan bitkilərə də aid etməmək üçün heç bir səbəbimiz yoxdur. Belə dialektik hilələr vasitəsilə yazıcı haqsız olduğunu və bunu əslində özünün də bildiyini iddia edir. Çünki polipin bütün bədəni işığa həssasdır, yəni sinir sistemi mövcuddur. Arqumentini götürüb və onu bütün bədəninin düşündüyü halına salıb. Hiylə 2. Amonimlik. Eyni adlılıqdan, amonimlikdən yararlanaraq irəli sürülən iddia genişləndirilir və eyni sözün istifadəsi istisna olmaqla danışılan mövzu ilə çox az ya da heç bir ortaq tərəfi olmayan bir şeyə çevrilib bu yeni arqumentlə davam etdirilir. Beləliklə, sanki əsl iddianın təksib edildiyi görüntüsü yaradılır. Qeyd. Eyni mənalılıq, sinonim, iki ayrı sözün eyni mənaya gəlməsidir. Eyni adlılıq, amonim, iki ayrı mənanın bir sözlə ifadəsidir. Məsələn, Aristotel mövzu 1, fəsil 13-ə baxın. Dərin, kəskin, yüksək, bəzən cisimlər, bəzən də səslər üçün istifadə olunan amonimlərdir. Dürüst və namuslu isə sinonimdir. Bu hiləni sofizma ex homonimia ilə bir də saya bilərik. Ancaq bu çox bariz yanıltma hamını asanlıqla aldada bilməz. Bütün işıqlar söndürülə bilər. Anlama bacarığı bir işıqdır. Anlama bacarığı söndürülə bilər. Burada 4 terminlər olduğu müşahidə olunur. Əsl mənası ilə işıq və məcazi mənada lümen. Amma daha asanlaşdırılmış halı ilə bu hilə əsasən eyni sözlə qarşılanan anlayışların yaxın əlaqə içində olduğu və bir-birinin yerinə keçə biləcəyi vəziyyətlərdə həqiqətən də aldadıcı ola bilər. Nümunə. Xüsusi olaraq hazırlanmış nümunələr heç vaxt yanıldıcı olacaq qədər təfərrüata sahib ola bilməz. Ona görə də öz təcrübəmizdən nümunələr toplamaq lazımdır.
Hər bir hiylə üçün qısa və tipik bir ad qoymaq çox yaxşı olardı. Bu sayədə bu və ya digər hiləni tapıb boşa çıxarmaq asanlaşardı. Schopenhauer'ın qeydi. A. Kant fəlsəfəsinin sirlərindən hələ agah deyilsiz. B. Sirləri sevmirəm. Nümunə 2. Mən təhqirə məruz qalan birinin daha böyük bir təhqirə ya qarşılıq verməz, ya rəqibini, ya da özünün qanını axıtmazsa, namussuz sayılacağını irəli sürən bir namus düşüncəsini axmaqca qəbul edərək inkar etdim. Buna səbəb olaraq əsl namusun insanın əziyyət çəkdiyi şeydən dolayı zədələnmədiyini, sadəcə etdiyi bir şeydən dolayı zədələndiyini dedim. Çünki həmişə hamının başına nəsə gələ bilər. Rəqibim hücumu birbaşa göstərdiyim bu səbəbə yönəltdi və bunu göstərdi. Əgər bir tacir fırıldaqçılıq, saxtakarlıq və ya işində məsuliyyətsizlik etdiyi bəhanəsi ilə haqsız yerə günahlandırılırsa, bu onun şərəfinə bir təhqirdir və təkcə çəkdiyi əzab səbəbilə şərəfi zədələnə bilər. Bu halda tacirin şərəfini qorumaq üçün özünə iftira atanları məhkəməyə vermək və bunu yalanlamaqdan başqa çarəsi yoxdur. Rəqibin burada eyni adlılıqdan istifadə edərək etibar da deyilən və iftira yolu ilə zədələnən burjua namusunu və təhqir yolu ilə zədələnən cəngavərlik şərəfi anlayışına qarışdırdı. Bunlardan birincisinə edilən bir hücumu görməzlikdən gəlmək mümkün deyil. Əksinə belə bir iddianın hamının qarşısında təkzib edilməsi lazım olduğu üçün deməli, eyni haqlı səbəblə digərinə edilən hücumda göz ardına vurulmamalı, əksinə daha ağır bir təhqir və duel ilə dəf edilməlidir. Burada namus sözünün eyni adlılığı vasitəsilə çox fərqli iki anlayış bir-birinə qarışdırılır. Beləcə, çox adlılıqdan müzakirə obyekti, müzakirə mövzusunun dəyişməsi yaranır. Hiylə 3. Mütləqləşdirmə. Başqa bir şey ilə əlaqə halında katati, relativ irəli sürülən bir arqumenti sanki ümumi, sadə, mütləq bir etibarlılıqla ifadə edilmiş kimi qəbul etmək ya da ən azından ona başqa bir məna yükləmək və sonra təkzib etmək. Aristotelin bu haqda nümunəsi belədir. Zənci qaradır, amma dişlərinə baxsaq ağdır. Deməli, eyni vaxtda həm qaradır, həm də qara deyil. Bu, süni bir nümunədir. Heç kimi çaşdırması gözlənilmir. İndi isə bu haqda əsl təcrübələrimizdən bir nümunə yazaq. Nümunə 1. Fəlsəfə haqda bir söhbətdə mənim sistemimin səssizlikçiləri qoruduğunu və təriflədiyini etiraf etdim. Bir az sonra mövzu Hegelə gəldi və mən onun əsasən axmaq şeylər yazdığını və ya ən azından yazıların çoxunda müəllifin cəmi 1-2 söz ortaya qoyduğunu və mənanı oxucunun məhz özünün çıxarması lazım olduğunu iddia etdim. Müzakirədəki qarşı tərəf isə bunu ad rem olaraq təkzib etməyi yoxlamadı və bir ad hominem arqumentlə kifayətləndi. Mən bayaq səssizlikçiləri tərifləmişdim. Onlar da çox axmaq şeylər yazmışdılar. Bundan razılaşdım, amma səssizlikçiləri filosof və yazıcı olaraq tərifləmədiyimi deyərək cavab verdim. Yəni onları əsərlərinə, düşüncələrinə görə yox, sadəcə insan olaraq gördükləri işlərə əsasən praktika nöqteyi nəzərindən bəyənirdim. Lakin Hegel haqqında onun teorik əsərlərini nəzərdə tutmuşduq. Beləliklə bu hücumu dəf etdim. Bu ilk 3 ilə bir-biri ilə əlaqəlidir. Ortaq yönləri rəqibin əslində irəli sürdüyü fikirlərdən deyil, fərqli bir şeydən bəhs etməsidir. Yəni bu yolla aldadılan biri əks isbatın naməlumluğu xətasını edir. Çünki yuxarıdakı bütün nümunələrdə rəqibin dediyi praktikada özünü doğruldur, amma nəzəriyyədə yox. Sadəcə görünüşdə problemlidir. Rəqibimizin hücumuna qarşı atacağımız addım onun çıxardığı nəticəni əvvəlcədən inkar etməkdir. Beləliklə onun arqumentinin inkişafının qarşısını almaqdır. Beləcə, rəqibin təkzibi birbaşa təkzib edilmiş olur. Bir başqa aldatma yolu da çıxacaq nəticəni əvvəlcədən görüb nəticələrinin doğruluğunu qəbul etməməkdir. Buna qarşı 2 yoldan bəhs edəcəyik. Hiylə 4. Oyunu gizləmək.
Əgər bir nəticə çıxarmaq istəyiriksə, bunu əvvəlcədən bildirməməli, sillogizmləri tək başına söhbətə yayaraq qəbul etdirməliyik. Yoxsa rəqibimiz bütün pis niyyəti ilə problem çıxaracaqdır. Rəqibin sillogizmləri qəbul etməyəcəyini anladıqda bu sillogizmlərini də deməliyik. Sillogizm 3 sözdən ibarət məntiqi fikir. Belə bir çox Saritin sillogizmlərini heç bir hilə olmadan, yəni oyunumuzu bildirmədən qəbul etdirərək bunu ehtiyacımız olan hər şeyi əldə edənə qədər davam etdiririk. Bununla uzaq olan bir yerdən başlayaraq nəticəyə çatırıq. Aristotel bu haqda mövzular 8-ci birdə yazmışdır. Nümunəyə ehtiyac yoxdur. Hiylə 5. Yanlış mülahizə etmək. Rəqib doğru sillogizmləri doğruluqlarını başa düşmədiyi və ya bunlardan mülahizənin anlaşıla bilməyəcəyini gördüyü üçün qəbul etmirsə, iddiamızın isbatı üçün yanlış mülahizələrdən istifadə edə bilərik. Öz başına səhv, amma insana yönəlmiş, mövzunu yox insanı əsas tutan mülahizələrlə rəqibin düşüncə tərzinə uyğun, yəni qəbul edilmiş qaydalara görə arqumentlər irəli sürürük. Çünki yanlış sillogizmlərdən doğru nəticə çıxa bilər, amma doğrudan heç vaxt yanlış çıxmır. Eyni zamanda rəqibin yanlış mülahizəsini onun doğru zənn etdiyi yanlış mülahizələrinə istinad edərək təkzib etmək də mümkündür. Çünki işimiz bu insanlarladır və onun düşüncə tərzindən yararlanmalıyıq. Məsələn, ikimiz də eyni məzhəbin tərəfdarıyıqsa, bu məzhəbin fikirlərini ona qarşı əsas prinsiplər olaraq istifadə edə bilərik. Hiylə 6. İsbatın əvvəlcədən olduğunu düşünmək. İsbat edilməsi lazım olan bir şeyi əvvəlcədən mövcud olduğunu hesab edərək, isbatı varsaymaq üsulundan istifadə edilir. Bunun yolları başqa bir ad istifadə etməkdir. Məsələn, şərəf yerinə etibar, bakirəlik yerinə müdriklik və ya onurğalılar yerinə qırmızı qanlı heyvanlar. Mübahisəli məsələni qəbul edilə bilən bir ümumiləşdirməyə qatmaq. Məsələn, tibbdə bilmədiyimiz şeylərin olduğunu irəli sürərək əslində bütöv bəşəriyyətin heç nə bilmədiyini demək. Əgər əksinə, iki zidd məsələnin bir-birindən aydınlaşdırılması tələb olunursa, bunlardan biri isbat edilmək istənilirsə, digəri də varmış kimi qəbul edilir. Əgər bir mülahizə isbat ediləcəksə, hər bir mülahizənin qəbul edilməsi lazımdır. Dialektika praktikası haqqında Aristotelin mövzuların son hissəsində izaha verilmiş qaydalar mövcuddur. Hiylə 7. Eyni anda çox sual vermə. Əgər mübahisə biraz şiddətli və formativ hala düşürsə, tərəflər bir-birini tam olaraq anlamaq istəyirsə, iddianı irəli sürüb onu isbat etməsi lazım olan şəxs rəqibinə suallar verib, onun qəbul etdiyi müddəalara istinad edərək tezisinin doğruluğunu göstərir. Bu, erotematik yol, Sokratik yol da adlandırılır, xüsusilə antik dövrlərdə çox istifadə olunmuşdur. İndi haqqında danışdığımız və danışacağımız hiylələr bu yolu xatırladır. Bir anda dalbadal, geniş və detallı suallar verərək əslində qəbul edilməsi istənilən şey gizlədilir. Buna cavab olaraq verilən nəticədən arqument yaradılır. Çünki məsələləri çətin başa düşənlər mövzunu izləyə bilmir və isbatdakı mümkün xəta və boşluqları gözdən qaçırırlar. Hiylə 8. Əsəbləşdirmək. Rəqibi əsəbləşdirmək. Əsəbi insan doğru qərar verib əlinə düşən fürsətlərdən faydalana bilmir. Onu açıqca haqsızlıq edərək, narahat edərək və həddimizi bilməyərək əsəbləşdirə bilərik. Hiylə 9. Sual sırasını qarışdırmaq. Nəticə çıxarılmasına səbəb olacaq suallar düzgün bir sıra ilə verilmir, tərsinə başqa yerlərə yönləndirilir. Beləcə rəqib nəyə nail olmaq lazım olduğunu bilmir və özünü müdafiə etməyə vaxt tapmır. Həmçinin cavabların fərqli xüsusiyyətlərindən istifadə edərək fərqli, hətta əks nəticələr çıxara bilərik. Bəhs olunan hiylə arqumentasiya üsulunu maskaladığımız hiylə 4 ilə oxşardır. Hiylə 10.
Əksi barədə sual vermək. Əgər rəqibimizin arqumentimiz üçün müsbət cavab almalı olduğumuz suallara qəsdən mənfi cavab verdiyini görsək, sanki rəqibimizə sərf edən müsbət cavab almaq istəyirmişik kimi tezisimizə əks istiqamətdə suallar verməliyik ya da ən azından ikisini birdən ona təklif etməliyik. Beləliklə, hansı təklifə müsbət cavab almaq istədiyimizi anlamayacaq. Hiylə 11. Nəticə barədə soruşmamaq. Ümumi nəticəyə gələndə rəqibimiz bunun üçün lazımi xüsusi nəticələri qəbul etmişsə, ona bu xüsusi nəticələrdən yaranan ümumi nəticəni qəbul edib etməməsini soruşmaqdan qaçmalı, bunun yerinə onu sonradan üzərinə anlaşılmış və qəbul edilmiş bir məlumat olaraq göstərməliyik. Bu baxımdan vaxt keçdikcə rəqibimiz bunu qəbul etdiyi üçün özü də inanmağa başlayacaq. Tək-tək xüsusi vəziyyətlər haqqında verilən, amma sonunda nəticəyə çatan çox sayda sualı təbii ki, xatırladıqları üçün dinləyənlər də elə zənn edəcək. Hiylə 12. Ad seçmək. Özünə xas bir adı olmayan, təkcə metafora edilərək göstərilə bilən ümumi qavramdan bəhs edilirsə, metaforanı əvvəlcədən iddiamıza əlverişli bir halda seçməliyik. Məsələn, İspaniyada iki siyasi partiya, Serviles kölələr və Liberales liberallar olaraq bilinir. Əlbəttə ki, bu adlar liberallar tərəfindən qoyulub. Protestantlar həm bu adı, həm də evangeliklər adını özləri seçmiş, katoliklər isə onlara sapqınlar deyə xitab edir. Eyni şey daha dəqiq bir məna kəsb edən əşya ya da vəziyyət adlarına da aid etmək olar. Məsələn, rəqib hər hansı bir dəyişiklik təklif edəndə bundan yenilik deyə bəhs etməliyik, çünki bu söz xoş qarşılanmır. Təbii ki, əgər təklifi biz önə sürmüşüksə, edəcəyimiz şey bunun tərsi olacaq. Əvvəlcə mənaları ayırt etmək üçün mövcud vəziyyət, ikincidə isə köhnəlmiş mühakimə deməliyik. Tamamilə neytral bir insanın dini praktika ya da din sistemi anlayışlarını istifadə edəcəyi vaxt, bunlara tərəfdar biri dindarlıq, tanrıpərəstlik deyəcək, buna etiraz edən şəxs eyni şeylərdən irtica, xurafat deyə bəhs edəcək. Bu əslində incəlmiş petitio prinsipidir. İsbatı lazım olan məsələ əvvəlcədən lüğətə, leksikona əlavə edilir və analitik bir mühakimə halında yenidən ortaya çıxır. Birinin nəzarət altına almaq ifadəsinə rəqibi həbs etmək deyəcək. Çox vaxt bir şəxs istifadə etdiyi terminlərlə əvvəlcədən niyyətini göstərir. Biri ruhani silki deyir, biri rahib komandası. Bu bütün hiylələr arasında ən çox istifadə olunandır və instinktivdir. Nümunələr: dini coşqu, fanatizm, əxlaqdan xaric davranış, zina, iki mənalı lətifə, əxlaqsız lətifə, ödəmə problemi, iflas, təsir və şəxsi əlaqələrlə, rüşvət və iltimasla, təşəkkür və təqdir, yaxşı maaş. Hiylə 13. Təzadlı arqument. Rəqibə tezisimizi qəbul etdirmək üçün əks tezisi də göstərərək seçim etməyi onun öhdəsinə buraxmalıyıq, amma bunu elə fərqli dilə gətirməliyik ki, o paradoksa düşsün və bizim tezisimizi qəbul etsin. Məsələn, bir gəncin atasının dediyi hər şeyə əməl etməli olduğunu qəbul ediriksə, belə bir sual ortaya çıxır. İnsan valideyninin dediyi hər şeyə etiraz etməlidir, yoxsa itaət etməlidir? Ya da hansısa bir şey haqqında tez-tez deyəndə tez-tez sözündən az görünən bir halı, yoxsa çox görülən bir halı anladığını soruşaq. Rəqibimiz çox deyəcək. Bu, qaranın yanına boz qoyanda ona ağ, ağın yanına boz qoyanda qara deməyimizə bənzəyir. Hiylə 14. Qələbə elan etmək. Rəqibimizə qarşı belə utanmaz bir oyun oynaya bilərik. Əgər bir çox sualdan sonra hədəflədiyimiz nəticənin lehinə cavablar verilməyibsə, istədiyimiz nəticəni sanki təsdiq edilmiş bir qalibiyyət kimi göstəririk. Rəqibimiz utancaq ya da axmaqdırsa və biz də ucadan hörmətsizcəsinə danışırıqsa, bu hiylə müvəffəqiyyətli olacaq. Bu, bir növ səbəb olmayan bir şeyi səbəb olaraq göstərib aldatmaqdır. Hiylə 15. Tezis əlavəsi.
Əgər ortaya paradoksal bir arqument qoysaq və isbat etməkdə çətinlik çəksək, o zaman düzgün, lakin düzgünlüyü çox da müəyyən olmayan bir başqa arqumenti qəbul və ya rədd etməsi üçün rəqibimizə təklif edirik və sanki isbatı buradan çıxacaqmış kimi davranırıq. Rəqib şübhələndiyi üçün yeni arqumenti inkar edərsə, bu mühakiməsinin axmaqlığını göstərib, ad absurdum qələbə qazanırıq. Yox, əgər arqumenti qəbul edərsə, hələlik doğru bir şey söyləmiş olmağın verdiyi imkanla mübarizəmizə davam edirik ya da hiylə 14-ü əlavə edərək paradoksumuzu sübut etdiyimizi iddia edirik. Belə bir şey etmək üçün çox utanmaz olmaq lazımdır, amma yenə də bu praktikada görülən bir şeydir. Bütün bunları instinktiv edən şəxslər də var. Hiylə 16. Argumentum ad hominem. Ad hominem ya da ex concessis arqumentlər rəqibimiz bir iddia ortaya atanda bu iddianın hər hansı bir formada, sadəcə görünüşdə olsa belə, onun daha əvvəl dediyi ya da qəbul etdiyi bir məsələ ilə, ya da təriflədiyi və təqdir etdiyi bir məktəb yaxud məzhəbin prinsipləri ilə, ya da bu məzhəbin tərəfdarlarının, saxta və ya əsl tərəfdarlarının da hərəkətləri ilə, yaxud özünün etdiyi və ya etmədiyi hərəkətlərlə ziddiyyət təşkil edib etmədiyinə baxmaq lazımdır. Məsələn, kimsə intiharı müdafiə edirsə, elə isə niyə özünü asmırsan deyə qışqıra bilərik. Və yaxud rəqibimiz Berlində yaşamağın xoş olmadığını deyirsə, niyə ilk qatarla çıxıb getmirsən soruşa bilərik. Çətinlik yaratmağın yoluna həmişə tapmaq olar. Hiylə 17. İncə detal. Rəqibimiz bizi əks arqumentlə sıxışdırdıqda mövzu iki mənalılığa və ya başqa bir mövzuya çevirməyə münasibdirsə, daha öncə heç ağlımıza gəlməyən incə bir detalı misal gətirərək özümüzü bu vəziyyətdən çıxara bilərik. Hiylə 18. Müzakirəni bitirmək. Rəqibin bizi məğlub edə biləcəyi bir arqumentasiyaya əl atdığını görsək, bunun olmağına imkan verməməliyik. Onun bu istəyini nəticəsiz qoymalı, müzakirəni vaxtında bitirməliyik. Müzakirəni ya birdəfəlik bitirməli, ya başqa yönə istiqamətləndirməli, rəqibin mövzusunu dəyişdirməliyik. Qısası, müzakirə mövzusunun dəyişməsi üsulunu işə salmalıyıq. Hiylə 19. Ümumi səviyyəyə keçmə. Rəqib bizi açıqca öz iddiasının müəyyən bir nöqtəsinə qarşı etiraz etməyə çağırarkən deməyə bir sözümüz yoxdursa, mövzunu yaxşıca ümumi səviyyəyə çəkməli və sonra ona qarşı mövqe ortaya qoymalıyıq. Məsələn, müəyyən bir fizika hipotezisini qəbul etməyin nəyə qeyri-mümkün olduğunu izah edərkən, insanın səhv etmə ehtimalından danışıb buna dair çoxlu nümunə gətirə bilərik. Hiylə 20. Nəticəni demək. Rəqibimizlə bütün tələb olunan arqumentlərimizi müzakirə edib onları qəbul etdirdikdən sonra ondan nəticəni soruşmağa da cəhd etməməliyik. Nəticəni birbaşa özümüz çıxarmalıyıq. Hətta lazımi arqumentlərdən hansısa əskikdirsə, onu da sanki qəbul edilmiş kimi sayıb tələsik nəticəni deməliyik. Bu özü bir, səbəb olmayan bir şeyi səbəb kimi göstərmək üsuludur. Hiylə 21. Öz silahı ilə vurmaq. Rəqibin sadəcə üzdə qalan ya da sofistik bir arqumentə müraciət etdiyini görəndə onu saxta və ya səthi olmasından istifadə edərək sovuşdura bilərik, amma rəqibin önünə eyni dərəcədə səthi və sofistik bir əks arqumentlə çıxıb onu məğlub etmək daha yaxşı olardı. Çünki əsas olan həqiqət deyil, qələbədir. Məsələn, rəqibimiz bir ad hominem arqument təklif edəndə bunu ad hominem ex concessis bir əks arqumentlə cavablaya bilərik. Ümumiyyətlə, məsələnin əslini uzun-uzadıya danışmaq yerinə fürsət yaranan kimi bir ad hominem arqument gətirmək tamamilə daha qısa bir yoldur. Hiylə 22. Petitio prinsipi. Rəqibimiz müzakirə mövzusu olan problemin birbaşa nəticəsi olan bir məsələni qəbul etməyimizi istəsə, bunun petitio prinsipi olduğunu deyib rədd edirik. Bu səbəbdən həm rəqibimiz, həm də dinləyicilər müzakirə mövzusuna çox yaxın bir arqumenti asanlıqla əvvəlki ilə eyni mənalı zənn edəcək.
Beləliklə rəqibimizin ən yaxşı arqumentini aradan qaldırmış olduq. Hiylə 23. Şişirtməyə məcbur etmək. Etiraz və münaqişə iddianı şişirtmə meyli oyadır. Yəni rəqibimizi etirazlarla qızışdıraraq əslində öz uyğun sərhədləri daxilində doğru bir arqumentin həqiqətin sərhədlərini keçəcək dərəcədə şişirdilməsinə səbəb ola bilərik. Sonra da bu şişirdilmiş arqumenti təksib edərkən sanki onun əsl tezisi təksib edilmiş kimi görünəcək. Buna qarşı özümüz də diqqətli olmalı, rəqibin etirazına qapılıb tezisimizi şişirtməməli ya da tezisimizi yüngülləşdirib başqa yerə yozma yolunu tutmamalıyıq. Çox vaxt rəqibin özü də iddiamızı nəzərdə tutmadığımız şəkildə yozmaq üçün birbaşa səy göstərəcək. Belə bir vəziyyətdə onu dərhal dayandırmalı, iddiamızı öz qoyduğumuz sərhədlərin içinə çəkməliyik. Mən bu qədərini dedim, daha artığını deyil. Hiylə 24. Nəticə uydurmaq. Səhv nəticə çıxarıb anlayışları təhrif edərək rəqibimizin tezisindən əslində heç olmayan və heç vaxt demədiyi absurd və ya təhlükəli arqumentlər uydurularaq çıxarılır. Beləliklə sanki o tezisdən öz aralarında ya da qəbul edilmiş faktlara zidd olan arqumentlər çıxırmış kimi görünür. Bu görünüşdəki dolaylı təksib etmə, yəni bir şeyi əksinin absurd və ya mümkünsüz olduğunu göstərərək sübut etmək, yenə bir səbəb olmayan bir şeyi səbəb kimi göstərməyin tətbiqidir. Hiylə 25. Əks nümunə uydurmaq. Bu hiylə bir əks nümunə yolu ilə yaranan bir apogejdir. Ümumi bir arqument irəli sürmək üçün çoxluq xüsusi hal tələb edən, Aristotel fəlsəfəsinə görə sillogizmə qarşı gətirilən arqumentin əksidir. Və ya induksiyonun əksinə, arqumentə uyğun olmayan təkcə bir nümunə onun təksib edilməsi üçün kifayətdir. Belə bir vəziyyətə nümunə enstas, instantiya deyilir. Məsələn, bütün gövşəyən heyvanlar buynuzludur tezisi təkcə dəvəni əks nümunə kimi göstərməklə məhv olur. Buradakı nümunə bir ümumi faktın tətbiq edilməyə çalışıldığı bir xüsusi haldır. Bu hal o ümumi arqumentin əsas anlayış daxilində nəzərdə tutulmasını tələb edir. Amma ona əks olur və beləliklə bütün arqument etibarsız olur. Ancaq əks nümunə gətirərkən səhvlər də edə bilərik. Buna görə də maddələrə diqqətlə yanaşmalıyıq. Birinci, gətirilən əks nümunənin real olub olmadığına baxmaq. Bəzi məsələlərin yeganə düzgün həlli real olmayan bir vəziyyətin mövcud olmasıdır. Məsələn, bir çox möcüzə, kabus hekayələri və s. belədir. İkinci, gətirilən əks nümunənin həqiqətən verilən arqumentin ümumi fakta aidiyyəti olub olmamasına baxmaq. Bu bəzən təkcə zahirən belə olub, yalnız ciddi araşdırma nəticəsində ortaya çıxır. Üçüncü, gətirilən əks nümunənin həqiqətən verilən arqumentlə əks olub olmamasına baxmaq. Bu da çox vaxt zahirən belə görünür, amma adı çəkilən əks nümunə arqumentlə uyğunlaşır. Hiylə 26. Əsaslandırmanı tərsinə çevirmək. Ən yaxşı həmlələrdən biri də arqumentin tərsinə çevrilməsidir. Rəqibin arqumenti ona qarşı istifadə edə biləcəyimiz vaxt istifadə etməliyik. Məsələn, rəqibimiz o hələ uşaqdır, bəzi şeylərə göz yummalıyıq deyərkən retorsiyo belə olacaq. Elə uşaq olduğu üçün cəzalandırmalıyıq ki, indidən pis şeylərə öyrəşməsin. Hiylə 7. Əsəbdə zəiflik axtarmaq. Rəqibimiz gətirdiyimiz arqumentə qəzəblənərsə, bu arqumenti daha böyük cəhdlə irəli sürməliyik. Təkcə onu əsəbləşdirməyə yaradığı üçün deyil, eyni zamanda yəqin ki, fikir silsiləsinin zəif bir tərəfini toxunmuş olacağımız üçün. Bu nöqtədən ona bəlkə də ümid etdiyimizdən daha çox hücum edib zərər verə bilərik. Hiylə 28. Auditoriyadan dəstək almaq. Bu hiylə xüsusilə mütəxəssislər tərəfindən çox məlumatlı olmayan dinləyicilər qarşısında mübahisə edərkən istifadə edilə bilər. Əgər əlimizdə bir ad rem, hətta bir ad hominem arqument yoxdursa, o zaman bir ad auditoris, auditoriyaya hesablanmış arqumenti əl atmalıyıq.
Yəni arqumentimiz əslində etibarsızdır, amma bunu sadəcə bir mütəxəssis hiss edə bilər. Rəqibimiz mütəxəssis ola bilər, amma dinləyicilər deyil. Bu vaxt rəqibimiz ələlxüsus iddiasına qarşı irəli sürdüyümüz etiraz onu gülünc vəziyyətə salırsa, dinləyicilərin gözündə məğlub olur. İnsanlar onsuz da gülməyə hazırdır və gülənləri asanlıqla öz tərəfimizə çəkirik. Arqumentimizin əsassızlığına göstərmək üçün rəqibimiz uzun bəyanatlar vermək və elmin prinsiplərini və ya başqa əsas məqamları ələ almaq məcburiyyətində qalır. Bu etirazların dinlənilməsinə nail olmaq da asan deyil. Məsələn, tutaq ki, rəqibimiz belə bir iddia irəli sürür. İlk qayalıq dağların yaranmasında qranit və digər ilk qaya maddələrini təşkil edən kütlə yüksək temperatur səbəbindən maye və ya ərimiş halda idi. İstilik hardasa 200 dərəcə idi. Kütlə onu örtən dəniz səthinin altında kristallaşmışdı. Biz də bu arqumentə qarşı, o istilikdə hələ 80 dərəcədən sonra dəniz suyu qaynamağa başlayar və buxarlanardı deyərək bir ad auditoris arqument gətirə bilərik. Auditoriyada mübahisəni izləyən şəxslər güləcək. İndi rəqibimiz bizi məğlub etmək üçün qaynama nöqtəsinin sadəcə temperatura deyil, atmosfer təzyiqindən də asılı olduğunu, dəniz suyunun yarısının buxarlandığı vaxt isə bu təzyiqin çox yüksək olacağını və suyun artıq 200 dərəcədə belə qaynamayacağını açıqlamağa məcbur olacaq. Amma edə bilməz, çünki bunun üçün fizikadan başı çıxmayan auditoriyaya elmi konferans verməli olacaq. Hiylə 29. Mövzunu yayındırmaq. Mübahisədə uduzacağımızı anladığımız anda bir yayındırma edə bilərik. Diversion. Yəni, güya məsələyə aidiyyatı varmış və bir əks arqumentmiş kimi görünən, amma əslində çox fərqli bir şeyi müzakirəyə başlayırıq. Əgər yayındırma yenə də müzakirə edilən mövzu ilə müəyyən qədər əlaqəlidirsə, qismən təvazökarcasına edilə bilər. Əgər mövzu ilə yox, yalnız rəqibimizlə əlaqəlidirsə, təkcə həyasızlıqla baş verə bilər. Məsələn, mən içində əsilzadəliyin olmadığını və dövlət qulluqçularının imtahanlar yolu ilə müəyyən olunmasını təriflədim. Rəqibim isə əsilzadəlik və nəsillə əldə edilən bir imtiyaz, özü buna əhəmiyyət verirdi ki, təhsil almağın da dövlətdə vəzifə qazanmaq kimi bacarığa bəs etmədiyini iddia edirdi. Müzakirə etdik və rəqibim uğursuz oldu. Bundan çıxış yolu olaraq mövzudan yayındı. Çində hər sirkdən insana falaqqa cəzası tətbiq olunduğunu deyib, bunu çox çay içilməsi ilə əlaqələndirdi və hər ikisinə də çinlilərin mənfi bir xüsusiyyəti kimi təqdim etdi. Özünü belə bir yayındırmadan qoruya bilməyən bir şəxs qələbəni itirməyə razı olmuş mənasına gəlir. Əgər arqument tamamilə mübahisədən yayınırsa, rəqibə utanmazlıq və hörmətsizlik olur. Məsələn, bəli, həm də bunu iddia edirsiniz kimi bir cümlə. Çünki burada müəyyən dərəcədə mövzu şəxsi müstəviyə daşınır. Şəxsləşdirmək son hiylənin mövzusudur. Buradakı yayınma son hiylə olaraq təqdim edəcəyimiz ad personam arqumenti ilə ad hominem arqumentinin aralığında bir yerdə qərar tutur. Bu hiylənin nə qədər fitri bir şey olduğu adi insanlar arasında hər mübahisədə özünü göstərir. Tərəflərdən biri digərinə şəxsi ittiham yönəldərsə, o adam buna cavab verib arqumenti təkzib etməz. Bunun əvəzinə o da birinciyə qarşı şəxsi ittihamlar yönəldər. Özünə qarşı ittihamları cavabsız qoyaraq bununla əslində etiraf etmiş olar. Karfagenlilərə İtaliyada deyil, Afrikada hücum edən Roma konsulu kimi görünər. Bu cür saptırmalar müharibələrdə bəzən işə yarayır, lakin mübahisədə yaxşı deyil. Çünki ittihamlar cavabsız qalır və dinləyici iki tərəfin də bütün paxırlarından xəbərdar olur. Mübahisədə ancaq heç bir yaxşı alternativi olmadığında əl atılan yol olaraq istifadə edilə bilər. Hiylə 30. Argumentum ad verecundiam. Səbəb və ya əsas olmadan rəqibimizin məlumat dərəcəsinə görə, bir nüfuza görə bir vəzifəli şəxsə istinadən haqlı olduğunu iddia etmək. Romalı filosof və dövlət adamı Seneca, hamı mühakimə etməkdənsə inanmağı seçir deyib.
Yəni, əgər rəqibimizin hörmət bəslədiyi bir nüfuzdan istifadə ediriksə, işimiz asandır. Rəqibimizin informasiya və üstünlükləri nə qədər sərhədli olsa, bu nüfuzdan o qədər istifadə edə bilər. Amma məlumat və üstünlükləri çoxdursa, onun üçün etibarlı nüfuz da çox azdır və ya demək olar ki, heç yoxdur. Bəlkə özünə yad elm və sənətkarlıq sahələrindən mütəxəssislərin nüfuzunu qəbul edə bilər, ancaq yenə də şübhə ilə yanaşacaq. Başqa bir aspektdən baxsaq, adi insanlar hər növ mütəxəssisə hörmət edir. Peşəkarların əslində gördükləri işi deyil, aldıqları qazancı sevdiyini bilmirlər. Bilmədikləri şeylərdən biri də öyrədən adamın öyrətdiyi məsələ haqqında nadir hallarda tam məlumat sahibi olmasıdır. Çünki öz maraq mövzusunu tam mənada araşdıran adamın çox vaxt öyrətmək üçün vaxtı qalmır. Sadə insan kütləsinin hörmət bəslədiyi nüfuzlu şəxslər çox olduğu üçün, əlimizdə ən əlverişli olmasa da sadəcə görünüşdə uyğun birini seçib, onun başqa bir kontekstdə və tamamilə fərqli bir şey nəzərdə tutaraq demiş olduğu sözlərdən istifadə edə bilərik. Rəqibin heç anlamadığı avtoritetlər ən yaxşı olanlardır. Avam insanlar Yunanca və Latınca sözlərə hörmət edirlər. Bu tip arqumentləri lazımi hallarda sadəcə kontekstdən kənara çıxaraq deyil, bir mənalı şəkildə dəyişdirərək də verə bilərik. Hətta tamamilə öz fikirlərimizi əsaslanaraq bir şeylər uydursaq da olar. Onsuz da çoxu bu barədə kitab oxumayıb və bilmir. Buna ən yaxşı nümunə digər vətəndaşlar kimi evinin önündəki yola daş örtük döşəmə öhdəliyi olan, amma bunu etmək istəməyən Fransız Kurenin İncildən sitat gətirməsidir. Təkcə bunu demək bələdiyyə başçısını razı salmağa bəs edib. Ümumi qəlib fikirlər də nüfuzlu sayıla bilər. Çox insan Aristotel kimi düşünür. Çox insanın inandığı bir şey varsa demək mövcuddur. Həqiqətən də kütləvi şəkildə bir çox insanların qəbul etdiyi fikirlər nə qədər absurd olsa da məhz bunları asanlıqla mənimsəyirlər. Kəmiyyət həm fikirlərinə, həm də hərəkətlərinə təsir edir. Çoban hara aparsa ora gedən qoyunlar kimidirlər. Onlar üçün ölmək düşünməkdən daha asandır. Bir düşüncənin geniş şəkildə yayılması, bu qədər təsirli olması çox qəribədir. İstərdim ki, özlərinə baxsınlar, əhəmiyyətsiz bir şey haqqında götür-qoy etmədən sadəcə nümunəni təqlid edərək belə fikrin qəbul edildiyini görsünlər. Amma görə bilməzlər, çünki özünü tanımaq onlarda tamamilə mövcud deyil. Təkcə seçilmişlər Platonla birlikdə bunu deyər. Çoxluq çox şey deyir. Yəni, adi insanların başında bir çox cəfəngiyyat var və bunları süpürüb təmizləmək də çox çətindir. Əslində qalsa, bir düşüncənin çox geniş yayılması onun doğru olduğunun sübutu deyil, hətta onun ehtimalını da artırmır. Bunun əksini iddia edənlər bunları da nəzərə almaq məcburiyyətindədirlər. Birinci, zaman keçdikcə geniş qəbul edilmiş fikirlərin sübut gücü zəifləyir, itir. Yoxsa bir vaxtlar universal həqiqət sayılmış bütün keçmiş səhvləri yenidən qəbul etmək, məsələn, Ptolemayid sistemə qayıtmaq və ya bütün protestant ölkələrdə katolikliyi geri gətirmək lazım gələcəkdir. İkinci, dünyadakı fərqliliklərə də təsir etməlidir. Yoxsa buddizm, xristianlıq və İslam tərəfdarları ideyalarının universallığı məsələsində çətinliyə düşərdi. Ümumi düşüncə deyilən şeyə diqqətlə yanaşdıqda yalnız 2 ya da 3 nəfərin fikri olduğunu dərk edirik. Belə ki, çoxluğa aid bir fikrin necə yarandığını araşdırmaq bunu açıq şəkildə göstərir. Belə bir ideyanı əvvəl 2 və ya 3 nəfər qəbul etmiş ya da formula kimi düzəldib təklif etmişdir. Başqaları da yaxşı niyyətlə onlara güvənir, bunu kifayət qədər sorğuladıqlarına inanırlar. Bir başqaları isə haqqında danışdığımız 2-3 nəfərin ləyaqətli olduğunu düşünərək bu fikri təsdiqləyirlər. Hətta sonradan onlara güvənən, tənbəl və araşdırma zəhmətinə girməyən digər insanlar da bu fikri qəbul edir. Beləliklə, tənbəl və saf tərəfdarların sayı gün keçdikcə çoxalır. Fikrə verilən dəstək daha da artarkən, daha sonraki tərəfdarları bunu onun sağlam və inandırıcı arqumentlər olmasına bağlayır. Qalanlar da hamının haqlı saydığı bir şeyə qarşı çıxaraq bütün dünyadan daha ağıllı olmaq istəyən ərköyün və dikbaş tiplər adı ilə
damğalanmamaq üçün bu ümumi düşüncəni qəbul etmək məcburiyyətində qalırlar. Daha sonra tərəf tutmaq artıq bir vəzifə halına gəldiyindən düşünüb, mühakimə edən bir neçə nəfər də istər-istəməz susur. Bu halda öz düşüncə və sorğulama gücü heç olmayan, başqalarının fikirlərini təkrarlayan insanların danışmasına icazə verilir. Üstəlik bu adamlar həmin ideyaları müdafiə edərkən olduqca fanatik, bir o qədər də dözümsüzdür. Çünki fərqli düşünənlərə nifrət etmələrinin səbəbi onların başqa bir fikri müdafiə etməsi deyil, öz fikir və düşüncələrini formalaşdırmağa başlamalarıdır. Halbuki özləri belə bir şey heç vaxt cəhd edə bilməzlər və əslində bunun fərqindədirlər. Bir sözlə düşünən çox azdır, amma hamı fikir sahibi olmaq istəyir. Özləri düşünmək əvəzinə başqalarının hazır fikirlərini almayıb nə edəcəklər ki? Əgər hər şey belə davam edərsə, 100 milyonlarla insanın fikrindən çıxan nəticə nə olacaq ki? Eyni tarixi faktları yüzlərlə tarixçinin yazmış olması, amma sonradan isə bu faktların hamısının bir-birindən götürdüyünün sübut olunması və əslində bir adamın ifadəsindən başqa bir mənbənin olmadığı faktı da buna bənzəyir. Latıncada mən deyirəm, sən deyirsən, sonda o deyir və dediyimiz şeylərdən sonra sadəcə sözlər var. Yenə də adi insanlarla müzakirə edərkən ümumi düşüncəni bir nüfuz olaraq qəbul edə bilərik. Onsuz da iki insan müzakirə edərkən ikisinin də seçdiyi silahların avtoritetlər olduğunu görürük. Bu onların hücum silahıdır. Əgər tərəflərdən daha ağıllı olanı rəqibin avtoritetdən istifadə etdiyini hiss edirsə, ən yaxşısı asana qaçıb onun da eyni silaha əl atması və həmin avtoritetdən rəqibin zəif cəhətlərini aşkara çıxarmaq üçün istifadə etməsidir. Çünki əqli arqument silahı qarşısında düşüncəsizlik və mühakiməsizlik bataqlığına batmış olan rəqibimiz, dərisi qabar basmış Siegfried kimi düşüncəsizlik və qətiyyətsizlik palçığına batmış olur. Məhkəmədə təkcə avtoritetlərə istinad edilir. Qanunu kim qoyursa, avtoritet də odur. Mühakimə edə bilmək bacarığı sadəcə olaraq tətbiq olunmalı qanunu, yəni avtoriteti tapmaqdır. Bununla belə dialektika yenə də öz sözünü deyir. Lazım gələndə haqqında danışılan vəziyyət və qanunun bir-birinə aidiyyatı yoxdursa belə, uydurulanacan əyilib bükülür. Bunun əksi də mümkündür. Hiylə 31. Görməmiş kimi davranmaq. Rəqibin irəli sürdüyü arqumentlərə nə cavab verəcəyimizi bilməyəndə incə bir istehza ilə mühakimə qabiliyyətimiz olmadığını deyə bilərik. Bu, sizin dediyiniz mənim dərrakəmə görə deyil, doğru ola bilər, amma mən başa düşmürəm və fikir irəli sürməkdən imtina edirəm. Beləliklə dinləyicilər gözündə nüfuzumuzu qoruyaraq bir tərəfdən də rəqibimizin dediklərinin absurd olduğuna işarə etmiş olarıq. Məsələn, təmiz idrakın tənqidi yayımlananda, daha doğrusu eşidiləndə, köhnə eklektik fəlsəfi məktəbə bağlı bir çox professorlar kitabı başa düşmədiklərini demişlər. Beləliklə, kitabın əsərin unudulacağını zənn etmişdilər. Amma sonra yeni məktəbin bəzi müdafiəçiləri onlara haqlı olduqlarını, Kantın kitabını həqiqətən də anlamadıqlarını bildirəndə pis oldular. Bu hilədən təkcə rəqibdən daha üstün yerdə olduğunu bilən biri istifadə edə bilər. Məsələn, bir professor bir tələbəyə qarşı bunu istifadə edə bilər. Əslində bu əvvəlki hilənin xüsusi bir formasıdır. İnsanın arqumentini əsas gətirmək əvəzinə öz nüfuzundan istifadə etməsidir. Cavab isə belədir. Üzr istəyirəm, amma sizin kimi dahi biri üçün bu asan olmalıdır. Görünür, mən özümü pis ifadə etmişəm. Bunu dedikdən sonra məsələni istər-istəməz rəqibin daha əvvəl başa düşmədiyini üzünə vuranacan, anlayanacan izah edirik. Beləliklə qisasımızı alırıq. Rəqib bizim boş-boş danışdığımızı demək istədi, biz isə onun qavrama bacarığının olmadığını sübut etdik. Əlbəttə, hər ikisi də çox nəzakətli bir halda baş verdi. Hiylə 32. Kateqoriyalaşdırmaq. Rəqibin qarşımıza çıxardığı bir iddianı birbaşa inkar etmək ya da ən azından üzərinə şübhə kölgəsi salmaq üçün onu nifrət edilən bir kateqoriyaya daxil edirik.
İddianın bu kateqoriya ilə kiçik bir əlaqəsinin olması kifayətdir. Məsələn, bu ki manihezmdir, bu arianizmdir və ya pelakçılıqdır, idealizmdir, spinozizmdir, panteizmdir, braunçuluqdur, naturalizmdir, ateizmdir, rasionallıqdır, spiritualizmdir, mistizmdir və s. Bunu edərkən iki şeyi qəbul edirik. Birinci, bu iddianın həqiqətən həmin kateqoriya ilə eyni olduğu və ya ən azından ona daxil olması. Aha, bunu bilirəm. İkinci, bu kateqoriyanın əvvəlcədən haqsız bir kateqoriya olması. Hiylə 33. Bu nəzəriyyədə doğru ola bilər, amma praktikada mümkünsüzdür. Bu, sofizm ilə səbəblər qəbul edilərkən nəticələr inkar edilir. Beləliklə, rasional nəticəyə gətirən səbəb məntiq qanunu ilə ziddiyyətə düşür. Arqument bir mümkünsüzlüyə əsaslanır. Nəzəriyyədə doğru olan əməldə də işləmək məcburiyyətindədir. Əgər əməldə görünmürsə, nəzəriyyədə bir problem var. Nəysə gözdən qaçıb, hesablanmayıb. Buna görə nəzəriyyə də mümkünsüzdür. Hiylə 34. Zəiflikdən istifadə. Əgər rəqib bir sual və ya arqumentə birbaşa cavab ya da reaksiya vermir və bunun əvəzinə başqa bir sual və ya dolayı bir cavab verirsə və ya mövzudan kənara çıxırsa, bu söhbəti başqa istiqamətə çəkməyə çalışırsa, bu bizim bəzən bilmədən zəif bir nöqtəyə vurduğumuza bir işarədir. Rəqibimiz nisbətən səssizdir. Bu səbəbdən bu zəifliyin nə olduğunu bilməsək belə, bu barədə danışmağa davam etməli, ona bundan qurtulmağa imkan verməməliyik. Hiylə 35. Tərəfini tutmaq. Bu hiylə tətbiq olunanda digərlərinə ehtiyac qalmır. Səbəblər bildirərək ağla xitab etmək əvəzinə instinkt vasitəsilə iradəyə təsir etməyə çalışırıq. Bunu edərkən müdafiə etdiyimiz fikir dəlixana istehsalı da olsa, rəqibi və onunla eyni tendensiyada olan dinləyiciləri dərhal öz tərəfimizə çəkirik. Çünki əsasən bir dirhəm iradə 100 kilo qavrayış və ağıldan daha ağırdır. Təbii ki, sadəcə müəyyən şərtlər mövcud olduğu hallarda bu mümkündür. Rəqibin müdafiə zamanı haqlı olmasının şahidi olsaq da, dolayı yolla öz mənafeyinə güya ciddi zərər verəcəyini ona hiss etdirsək, ehtiyatsızlıq edib müdafiə etdiyi bu fikri əlində köz varmış kimi fırladıb atacaq. Məsələn, tutaq ki, bir keşiş fəlsəfi bir ehkam müdafiə edir. Bunun kilsəsinin əsas ehkamı ilə zidd olduğunu desək, dərhal imtina edəcək. Və yaxud tutaq ki, bir sahibkar İngiltərədə mexanikləşmənin çox yaxşı bir şey olduğunu müdafiə edir, bir buxar maşınının çox sayda insanın işini gördüyünü vurğulayır. Ona tezliklə faytonların da atlar əvəzinə buxarla işləyən maşınlar tərəfindən çəkiləcəyi, o zaman əlindəki çoxlu damazlıq atın ucuzlaşacağını izah edin, görün, nə olacaq? Çox vaxt belə vəziyyətdə bu hiss oyanır. Özümüzə haqsızlıq edən bir qanun çıxarmaq necə də düşüncəsizlikdir. Dinləyicilər bizimlə eyni təriqət, həmkarlar ittifaqı, iş yeri, klub və s. mənsubudursa, amma rəqib deyilsə, yenə eyni şey mümkündür. Rəqibin tezisi nə qədər doğru olsa da, biz bu tezisin aid olduğumuz cəmiyyətin, məsələn, həmkarlar ittifaqımızın ümumi maraqlarına zidd olduğunu bildirdikdə, bütün dinləyicilər rəqibin arqumentlərini mükəmməl olsalar belə, zəif və alçaq, bizimkiləri isə nə qədər içi boş olsa da doğru və haqlı zənn edəcəklər. Xor halında bizim tərəfimizi tutacaqlar, qarşımızdakı isə rəzil olmuş halda uzaqlaşmaq məcburiyyətində qalacaq. Amma dinləyicilər çox vaxt həqiqətən razı olduqları üçün belə mövqe tutduqlarına inanırlar. Çünki özümüzə faydası olmayan nə varsa adətən məntiqə zidd görünür. Dərrakəmiz yaxsız yanan bir lampa deyil, duyğularımızla bəslənir. Bu hiyləyə ağacı kökündən tutmaq deyə tərif vermək olar. Daha çox bilinən adı isə faydaya bağlı arqumentdir. Hiylə 36. Uzunçuluq etmək. Rəqibi axmaq sözlərlə, uzunçuluq etməklə çaşdırmaq, sərsəmlətmək. Bu hiyləni mümkün edən budur.
İnsan çox vaxt söz eşidəndə inanır ki, yəqin nəsə mənası var. Höte Faust, Sətir 2565-6. Əgər rəqibimiz öz zəifliyindən xəbərdardırsa, arabir başa düşmədiyi şeylər eşitməyə və anlamış kimi görünməyə vərdiş edibsə, ciddi bir sifət alır və dərin mənalı görünən bir yığın axmaq şeydən bəhs edirik. Beləliklə ona təsir edib eşitmək, görmək və düşünmək imkanını əlindən alırıq. Üstəlik bu söz yığınını tezisimizin mübahisəsiz isbatı kimi göstərmək olar. Son vaxtlar bəzi filosofların bütün Alman cəmiyyətinə qarşı bu hiləni istifadə etdiklərini bilirik. Amma bunlar iyrənc nümunə olduğu üçün biz Goldsmith'in Wakefield keşişi əsərinin 7-ci hissəsindən bir nümunə verək. Haqlısan Frank, deyə qışqırdı ağa. Gözəl bir qız bu aləmin bütün ruhanilərinə əvəz deyilsə, qoy məni bu stəkanda boğsunlar. O, aldıqları onluqlar, oynadıqları oyunlar, uydurma göz boyamadan, iblisanə bir saxtakarlıqdan başqa nədir ki? Həm də mən bunu sübut edərəm. Oğlum Mofsiz yüksək səslə dedi. Ümid edirəm ki, sübut edərsiz. Həm də mən sizə cavab verə biləcəyimi düşünürəm. Əla cənab, deyə qışqırdı ağa. Dərhal arxasını dönüb ətrafdakılara əyləncəyə hazır olmalarını işarə etdi. Əgər məsələni ciddiliklə ələ almaq istəyirsinizsə, mən buna hazıram və əvvəl bunu deyin. Analoji bir iş istəyirsiniz, yoxsa dialoji? Rasional bir iş istəyirəm, dedi Mofsiz, məmnuniyyətlə ətrafına baxaraq. Lap yaxşı, dedi ağa və ilk öncə hər şeydən əvvəl ümidvaram bunu rədd etməzsiniz ki, mövcud olan hər şey var. Bunu qəbul etməsəniz davam edə bilmərəm. Yaxşı, dedi Mofsiz, güman edirəm bunu qəbul edə bilərəm. Həm mənə sərf edir. Mən də elə güman edirəm, deyə cavab verdi qarşısındakı. Qəbul edirsiniz ki, hissə bütündən kiçikdir. Bunu da qəbul edirəm, həm doğrudur, həm də məntiqlidir. Ümid edirəm, deyə davam etdi ağa. Bunu da rədd etməyəcəksiniz. Bir üçbucağın üç bucağı, iki düz bucağa bərabərdir. Bu açıq-aşkar bilinən bir faktdır, deyə cavab verdi. Digəri isə məmnuniyyətlə ətrafa boylandı. Gözəl, ağa çox sürətli danışırdı. İndi ön şərtlər məlumdursa, buna diqqət çəkirəm ki, öz adına mövcud olan şeylərin zəncirlənməsi qarşılıqlı bir cüt əlaqəyə yönəlib, təbii olaraq problemli bir dialogizm əmələ gətirib və bu da müəyyən miqdarda isbat edir ki, ruhaniliyin özü ikinci praedikabiliyə istinad edilərək izah oluna bilər. Dayan, bir dayan, deyə qışqırdı o biri. Bunu qəbul etmərəm. Belə heterodoks doktrinalara boyun əyəcəm sizcə? Nə? Ağa həyəcanlanmış kimi cavab vermişdi. Boyun əymək filan deyil, amma bu sualıma sadə cavab verin. Aristotel nisbi şeylərin bir-biri ilə əlaqəli olduğunu deyəndə haqlı idi? Əlbəttə. Əgər elədirsə, dedi ağa, sualımı cavablayın. Mənim ilk hissədəki entimemdə analitik araşdırmamı sekundum quad yoxsa quad minus olaraq əskik olduğunu düşünürsünüz və mənə tez səbəblərinizi deyin. Bunu rədd etməliyəm. Dediklərinizlə nəyi isbat etmək istədiyinizi başa düşmədim, amma tək və sadə bir tezis halında izah edilərsə bir cavab verilə bilər. Əlbəttə cənab, deyə cavabladı ağa. Mən sizin ən sadiq xidmətçinizəm, amma görürəm ki, sizi dəlillərlə silahlandırmağımı istəyirsiniz. Üstünə biraz da məntiq qoymağı. Olmaz cənab, buna etiraz edirəm. Çox şey istəyirsiniz. Bundan sonra bir qəhqəhə qopdu. Mofsisə gülürdü hamı. Yazıq bir qrup kefli insan arasında tək kədərli şəxs idi. Bütün söhbət boyu ağzından bir söz də çıxmamışdı. Hiylə 37. Yanlış arqumentdən istifadə etmək. Rəqib olanımız əslində haqlı olduğu halda təkcə bəxtindən dolayı pis bir arqument seçibsə, bu arqumenti asanlıqla təkzib edir, sonra da bunu bütün tezisin məhv edilməsi kimi bildiririk. Əslində etdiyimiz bir ad hominem arqumentini bir ad rem arqument kimi göstərməkdir. Rəqibin və ətrafdakıların ağlına daha yaxşı bir arqument gəlməsə, mübahisəni qazanırıq. Məsələn, biri Tanrının mövcud olduğuna dair asanlıqla təkzib edilə bilən antoloji bir arqument irəli sürəndə vəziyyət belə olur.
Bu pis vəkillərin asan bir məhkəməni uduzması kimidir. Məhkəmə mövzusuna uyğun gəlməyən bir qanun maddəsinə müraciət edirlər, müvafiq maddə ağıllarına gəlmir. Son hiylə. Argumentum ad personam. Rəqibimizin üstün olduğunu görüb, haqsız çıxacağımızı görəndə bu işi şəxsiləşdirərək təhqir, hörmətsizlik və zor gücə müraciət edə bilərik. Şəxsiləşdirmək, mübahisə mövzusundan yayınaraq rəqibin şəxsiyyətinə hücum etməkdir. Çünki o oyun onsuz da uduzulub. Bunu ad hominem argumentasiyadan ayırmaq üçün ad personam olaraq adlandıraq. Argumentum ad hominem mövzu haqqında obyektiv mülahizədən uzaqlaşmaqla yanaşı rəqibin bununla bağlı dediklərinə və qəbul etdiklərinə yönəlir. Halbuki şəxsiləşdirmə edərkən rəqibin keyfiyyətlərinə qarşı hücum edirik. Yaralayıcı, bədxah, alçaldıcı və kobud oluruq. Bu mənəvi gücün maddiyyata və yaxud heyvaniliyə müraciətidir. Fərdiləşdirmə çox sevilən bir üsuldur, çünki hamı istifadə edə bilər və buna görə də çox istifadə olunur. Əsas problem belə hücumlara qarşı necə qarşılıq verməyimizdir. Əgər biz də eyni üsuldan istifadə etsək, çox keçmədən özümüzü bir dava və ya duelin ortasında ya da bir təhqir üstündə açılmış bir məhkəmədə görərik. Bununla belə özümüz şəxsiləşməsək, bunun bəs edəcəyini düşünmək böyük bir səhv olardı. Çünki sakit halda rəqibimizə haqsız olduğunu, yəni səhv mühakimə etdiyini və səhv düşündüyünü göstərsək, ona təhqirlə verəcəyimiz bir cavabdan daha pis təsir edəcək və əsəbləşəcək. Niyə? Çünki Hobbes demişdir. Bütün zövq və sevinclər insanın özünü onlarla müqayisə edərək üstün görəcəyi başqa insanların mövcudiyyətinə bağlıdır. Heç bir şey kibirdən əhəmiyyətli deyil və heç bir yara insanın canını qürurun yaralanması qədər ağrıtmır. Şərəf həyatdan daha vacibdir kimi sözlər də bundan qaynaqlanır. Kibirimizin mövcudiyyəti insanın özünü başqaları ilə müqayisə etməsindən asılıdır. Bu müqayisə hər baxımdan edilə bilər, amma xüsusilə mənəvi, zehni güc sahəsində əhəmiyyətlidir. Buna görə də ən təsirli və sərt halda mübahisələr də zühur edir. Mübahisə zamanı məğlub olanın özünə haqsızlıq etməsi də əsəbləşməsi və son çarə olaraq bu hiləyə əl atması məhz bu səbəbdəndir. Belə bir şeydən yalnız nəzakətlə xilas olmağımız mümkün deyil, amma tamamilə soyuqqanlı olmaq çox kömək edir. Rəqib məsələni şəxsiyyətə bağlamağa başlayanda sakitcə bunun mübahisənin mövzusu ilə əlaqəsi olmadığını deyirik və dərhal əsas məsələyə qayıdaraq təhqirlərinə məhəl qoymadan rəqibin fikrinin yanlış olduğunu sübut etməyə davam edirik. Lap Femistoklun Evripiyada dediyi kimi, vur məni, amma dinlə. Amma əlbəttə bu hamının edə biləcəyi bir şey deyil. Ona görə də ən etibarlı əks tədbir Aristotelin Mövzular əsərinin son hissəsində göstərdiyi kimidir. Birinci, hər qabağına çıxan adamla mübahisə etmə. İkinci, təhcə yaxşı tanıdığın axmaq şeyləri müdafiə etməyəcək qədər dərrakəli və utanılacaq vəziyyətə düşməyəcəyini bildiyin adamlarla mübahisə et. Üçüncü, nüfuzunun diktə etdiklərinə görə deyil, səbəblərə, əsaslara söykənərək mübahisə etməyi bilənlərlə mübahisə et. Dördüncü, təqdim olunan səbəbləri dinləyib nəzərə alanlarla mübahisə et. Beşinci, reallığa dəyər verən, rəqibin ağzından belə olsa yaxşı səbəbləri məmnuniyyətlə dinləyən və rəqibin doğru sözlər belə deyəndə, yəni özü haqsız olanda da bunu həzm edəcək qədər ədalət hissinə malik olanlarla mübahisə et. Deməli, 100 adam içində müzakirəyə layiq bir nəfər belə çətin çıxır. Qalanı isə qoy nə istəsələr onu danışsınlar, çünki sarsaqlıq insani bir hüquqdur. Voltaire'in dediyini də xatırlayaq. Sülh həqiqətdən daha qiymətlidir. Və bir ərəb atalar sözü, susqunluq ağacının meyvəsi sülhdür. Əslində ağıl və düşüncələrin qarşılaşması, toqquşması şəklində mübahisə çox vaxt qarşılıqlı fayda verir. Öz fikirlərimizi düzəltməyə yeni fikirlər istehsal etməyə imkan verir. Amma bunun üçün mübahisə edən tərəflərin bilik və zehin gücü baxımından bir-birinə olduqca yaxın səviyyədə olması lazımdır. Birinin məlumatı əskikdirsə, hər şeyi anlaya bilməz. Səviyyəli deyil.
Zehin gücü kifayət deyilsə, bunun gətirdiyi qəzəb onu saxtakarlığa, fırıldaqçılığa və ya nəzakətsizliyə sürükləyəcək.